Salam, bugünkü videomda biologiya 8-ci sinif yeni dərsliyə əsasında hazırlanmış kiçik summativ qiymətləndirmə 1 A variantının suallarının izahını verməyə çalışacağım. Birinci sualımıza baxaq. Hansı maddə hüceyrənin enerji mənbəyidir? Təbii ki, karbohidratlar. Çünki karbohidratlar orqanizmdə enerji mənbəyi kimi mühüm rol oynayırlar. Həmçinin hüceyrənin strukturlarında və müxtəlif bioloji proseslərdə iştirak edirlər. İkinci sualımıza baxaq. Diffuziya və osmoz arasındakı iki fərqi deyir yazın. Diffuziyada bildiyimiz kimi hər hansı bir maddədə, qazda və yaxud da mayedə müşahidə olunur. Osmozda isə yalnız suya aiddir, yəni həlledici molekullara aiddir. Bu birinci fərq oldu. İkinci fərqi isə diffuziyada membran olması vacib deyil, ancaq osmozda yarım keçirici membran üzərində baş verdiyi üçün membranın olması vacibdir. Üçüncü sualımıza baxaq. Fermentlərin əsas funksiyası nədir? Fermentlərin əsas funksiyası katalizator rolunu oynayır, yəni maddələr mübadiləsini sürətləndirməkdən ibarətdir. 4-ə baxaq. Maddələr verilib və onlara uyğunlaşdıracaq funksiyalarını. Zülallar bildiyimiz kimi hormonların tərkibinə daxildir. 1-ə C variantı. 2. Yağlar. Yağlar quruluşda iştirak edir. 2-yə B uyğun gəlir və karbohidratlar da əsas enerji mənbəyidir. A variantımız uyğun gəlir. 5-ə baxırıq. Niyə fermentlər temperaturun və pH-ın təsirindən funksiyasını itirə bilərlər? Çünki müəyyən bir temperaturda və pH-ın təsirində ferment öz strukturunu sabit saxlayır və onun substratda qarşılıqlı təsirini gücləndirir. Əks halda, məsələn, temperatur çox və yaxud da az olarsa, eyni zamanda qələvi mühit də az və ya çox olarsa, bu da zülalın təsirini itirə bilər. Yəni, hər bir zülal temperatur və pH dəyişikliklərinə qarşı həssasdır. Bu da 5-ci sualımızın cavabı. 6-ya baxaq. Fermentlər yalnız bitki hüceyrələrində olur. Bu, deməli, fermentlərə, məsələn, amilazanı misal göstərə bilərik. Amilaza bildiyimiz kimi nişastanı maltozaya çevirir. Nişastanı çevirir maltozaya. Deməli, bitki hüceyrələrində amilazanı misal çəkə bilərik. 7-yə baxaq. Hansı halda maddələrin daşınması aktiv daşınma adlanır? Aktiv daşınmada enerji tələb olunur. Maddələrin, məhlulların və yaxud da ionların konsentrasiyası qradiyentinin əks istiqamətində olan hərəkətidir. Deməli, aktiv daşınmaya misal olaraq biz fagositozu və pinositozu misal çəkə bilərik. Pinositozu. Deməli, eyni zamanda da 7-də variantla verir bizə. Maddələr konsentrasiyasının az olduğu yerdən çox olduğu yerə keçir. 7-də C variantımız uyğundur. 8-ə baxaq. Aktiv daşınma və pasiv daşınma arasında bir oxşarlıq və bir fərq yazın. Fərq nə ola bilər? Aktiv daşınmada dediyimiz kimi fagositoz və pinositoz aiddir. Passivə isə diffuziyanı misal çəkə bilərik. Passivdə enerji tələb olunmur, aktivdə isə enerji tələb olunur. Sonra maddələrin konsentrasiya qradiyenti boyunca, yəni çoxdan aza doğru hərəkət edir passivdə, məsələn diffuziyada. Aktivdə isə əksinə olur. Məsələn, maddələrin konsentrasiyası az olduğu yerdən azdan çoxa doğru gedir. Deməli, aktivdə. Oxşarlıq isə nəyi göstərə bilərik? Hər ikisi də maddələrin hüceyrə membranının daşınmasını təmin edir. Hər iki daşınma. 9-a baxaq. Aşağıdakılardan hansı hüceyrənin kimyəvi tərkibinə aid üzvü maddə deyil? Bura deməli B variantı uyğun gəlir. Çünki hüceyrənin üzvü hissəsinə karbohidrat, yağlar, zülallar aiddir. Qeyri-üzvüyə isə su və mineral duzlar aiddir. Və 10-cu sualımız. Bir hüceyrənin deməli içində duz miqdarı çox, çöldə isə azdır. Bu halda suyun hərəkət istiqamətini deyir, izah edir. Ümumiyyətlə, duzlu sularda yaşayan canlılarda, məsələn, amöblərdə hipertonik mühitdə yaşarlar. Yəni, bu zaman ətrafdakı duzlu suyun konsentrasiyası hüceyrə daxili mühitdən çox olur. Və belə şəraitdə su hüceyrənin daxilinə doğru yox, əksinə hüceyrədən xaricə doğru hərəkət edir.
Və B variantı ilə deməli davam edək. Fermentlər hansı maddələr sinfinə aiddir? Fermentlər deməli canlı orqanizmlərdə maddələr mübadiləsi zamanı, yəni zülallardan, fermentlərdən istifadə olunur. Deməli B variantımız uyğundur. Bu fermentlər bioloji katalizator funksiyasını yerinə yetirirlər. Katalizator nədir? Kimyəvi reaksiyaya girərək reaksiyanı sürətləndirir. Reaksiya qurtardıqdan sonra, bitdikdən sonra isə heç bir kimyəvi dəyişikliyə uğramayan bir maddələrdir. Deməli, doğru variantımız suallara aid olur. Fermentlər. 2. Hüceyrədə maddələrin az miqdardan çox miqdara keçməsi hansı prosesdir? Az miqdardan çox miqdara keçməsi aktiv daşınmadır. A variantı. Aktiv daşınmaya dedik ki, fagositozu və pinositozu misal çəkə bilərik. Əks istiqamətdə olanda isə çoxdan aza doğru gedəndə bu pasiv daşınmadır. Pasiv daşınmaya isə difuziyanı misal çəkə bilərik. 3-ə baxaq. Hüceyrə divarının möhkəmliyi hansı maddənin hesabınadır? Təbii ki, sellulozanın hesabınadır. Selluloza mürəkkəb karbohidratlar və yaxud da polisaxaridlərə aiddir. Onlar çoxsaylı qlükoza molekullarına ibarət mürəkkəb karbohidratlardır. 4-cü sualımıza baxaq. Aşağıdakılardan hansında osmoz prosesi baş verir? Su molekullarının yarım keçirici qişadan keçməsində osmoz prosesi baş verir. Canlı hüceyrələrdə bilirik ki, bütün kimyəvi reaksiyalar həmişə su mühitində və yaxud da məhlulda baş verir. Maddələr hüceyrəyə həll olmuş şəkildə daxil olur və xaric edilir. Suyun da bu difuziyası nə adlanır? Osmoz adlanır. 5. Difuziya zamanı molekullar hansı istiqamətdə hərəkət edir? Təbii ki, deməli, çox sıxlıqdan az olan sıxlığa doğru hərəkət edir. Təsadüfi hərəkət nəticəsində difuziya zərrəciklərin daha yüksək konsentrasiyalı sahədən daha aşağı konsentrasiyalı sahəyə olan bir hərəkətidir. 6. Hüceyrənin turqor halı hansı şəraitdə yaranır? Hüceyrəyə təbii ki, su daxil olduqda bitki deməli hüceyrəsində sitoplazma qlafa doğru təzyiq edir və onun gərginləşməsinə səbəb olur ki, buna da turqor deyirik. 7-yə baxaq. Fermentlərin əsas funksiyası nədir? Fermentlərin əsas funksiyası katalizator dedik rolunu oynayır. Kimyəvi reaksiyaları sürətləndirir. Kimyəvi reaksiyalar sürətləndirsə də, yenə də deyirəm, reaksiya bitdikdən sonra heç bir kimyəvi dəyişikliyə uğramayan bir maddələrdir. 8. Hüceyrədə enerji az olduqda hansı proses baş verə bilməz? Təbii ki, aktiv daşınma. Çünki aktiv daşınma, yəni fagositozla pinositozu misal çəkmişdik. Fagositozla pinositozda enerji tələb olunurdur. 9-cu sualımıza baxaq. Aşağıdakılardan hansı fermentlərin xüsusiyyətlərinə aiddir? Spesifik təsir göstərir, aiddir. Reaksiyaların sürətini artırır, katalizator rolunu oynayır, doğrudur. Hərarət və pH-dan asılı deyil, bu yanlışdır. Çünki fermentlərin fəallığı müəyyən temperaturla və mühitin pH göstəricisi ilə bağlıdır. Bioloji katalizatorlardır, doğrudur. Deməli, səhv olaraq doğru variantımız C variantıdır. Və 10. Hansı halda bitki hüceyrəsi turqor vəziyyətini itirə bilər? Dedik ki, bitki hüceyrəsində su daxil olduqda sitoplazma qlafa doğru təzyiq edir. Onun gərginləşməsinə səbəb olur ki, bu turqor vəziyyətidir. Su isə çıxdıqda isə turqor vəziyyətini itirə bilir. Deməli, doğru variantımız B variantı olmuş oldu.